Tindən salam. Atam, o gündən oxuyuram ki, zooparkın müdürü də şikayət edir. Qeyd edib deyir ki, şirlə aslana ayda 400 manatlıq, piton ilana isə 20 manat zat yem alırıq. Qardaş, fikir eləməyi, bizimki kimi də, bizdə də görsəndə bu vəhşilər hər ay ət yiyir. Biz kəsib sürülənlər də Allah verənlər. Necə olur qardaş, bu içəridə dustaq yatanlara 475 manat ayda pul hesablıyorsunuz. Biz bayırda işləyənlərə minimal əmək haqqı 400 manat. Hə? İçəridə yatanlar bayırda işləyənlərdən çox yiyir. Niyə qardaş? Statistika belənciyini göstərir də. Dinliyor. Tinimiz düzdür. Mədəniyyət Nazirimiz Adil Kərimli. Allah Kərimdir deyib, tender keçirdir ha. Nə az, nə çox. 248 min manatlıq gül alır. Nöşün, adam lap giz gülməyi tutur da. Kiminsə ad günüdür, kimsə öləcək qəbrinin üstünə əkilir göndərəcək. Qalanını nə edəcək? Qalanlarını da əkər də. Hə, tender özdə 7 gül MMC udub ha. Deyirəm ki, hükümün nazirliyidir. Bu da getdi, qoşuldu tenderlərə. Adil müəllim, yaman tələsirsiniz ha. Siz səhv eşitmişsiniz, tələsən tenderə yox, təndirə düşər. Təndir də yaman istidir ha. Ehtiyatlı olun, özünüzü yandırarsınız. Mənə bax, sonra qeyd edib deməyin ha. Mədəniyyətim təndirdə, əl ayağı kəndirdə. Dinliyor. Tinimiz düzdür. Qardaşlar, Gündüz Abbasovu tanıyırsınız. Hardan tanıyasınız? Tanıtdırdılar ki, tanıyaq. Hə? Mədəniyyətimiz dəyişib ha, düzdür. Ondan da çox mədəniyyət nazirlərimiz kalan dəyişilib. Amma Gündüz Abbasovu görməyiblər. Necə olur hala? Mədəniyyətlə məşğul olan 28 Azərbaycan filminə çəkilib titulsuz aktyor, peşəkar rəssam, bir də adsız, tərtibsiz yazıcı. Buna nə şad verməmişsiniz? Hə? Bildiyi adsız dəyirmanda xoruz olur. Göz qabağında da gör nə qədər xoruzlara elə-belə yerdən ad vermişsiniz. Polad Bilbiloğlu, Əbülfəz Qarayev, Adil Kərimli. Bildim də şad verməmişsiniz. Çünki siz bu kitabları oxumamışsınız. Kimdir mənə gülən? Kimdir mənə ələ salan? Biz bilirik. Mənsiz daşların sirrini bilmək olmaz. Keçmiş Mədəniyyət Nazirimiz Polad Bilbiloğlu da indi cəhcəh vurub mədəniyyətdən danışır. Qeydib deyib ki, mədəniyyətin nə qədər pul ayırsan, gən də azdır. Polad müəllim, əlbəttə ki, mədəniyyət pulla ölçülmür ki, mədəniyyət canda, qanda olmalıdır. Bax, mənim qanımda axan mədəniyyətdə əsas niyyətdir, mədədir. Mənə bax, nazir olduğunuz vaxt nə eləmişsiniz mədəniyyətimiz üçün? Mədəniyyət evləri, kitabxanalar, kino, teatrlar söküldü. Sizin vaxtınızda, yoxsa sizdən sonra o qədər çömbələn, dombalanlara mədəniyyət xadimi, xalq artisti adı verildi. Sizin vaxtıydı, yoxsa sizdən sonra? Mənə bax, mən bildiyim Polad sınır, əyilmir. Mədəniyyətimizi elə sındırıb əyiblər ki, hələ də özünə gələ bilmir ki, gələ bilmir. Atam balası, bunların sındırıb əydikləri nə elə dəyəri olsa, bizim tinimiz düppədüzdür ya.